aldım. Axı o alçaq başka eşraflıklar da törədə bilər. Heç olmasa Ruda Balets'i yadınıza salın. Lebedinski'nin yanına sizden gelen o adam idi. Ha? Danış, senden Lebedinski'nin yanına o gelip 16 yaşlı kızı keflendirip, namusunu lekeleyip, kız ayılandan sonra özünü 9. mərtəbədən atıp, dözə bilmeyip, yadındadır. SSR-nin bəzi ölkələrində qadağan edilən Azərbaycan filmi İstintaq. Film 1979-cu ildə real hadisələr əsasında çəkilib. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru isə Rasim Ocaqovdur. Filmdə Həsən Məmmədov, Aleksandr Kalyagin, Şəfiqə Məmmədova, Rasim Balayev, Həsənağa Turabov, Yelena Smirnova, Dadaş Kazımov, Ağasadıq Karaybəyli, Mirzə Babayev kimi tanınmış simalar rol alıblar. Toy səhnəsində isə Cavan Zeynallı, Tələt Rəhmanov, Lətifə Əliyeva, Taryel Qasımov və başqaları çəkiliblər. Açılır süfrələr, düzülür töhfələr. Gəlin, gəlin bugün bizə. Çal, çal, çal. Akamanı bir hava çal, 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 çal. Bir onak şər hava çal, 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 çal. Oynasın qaynatalar, çal, çal, çal. Oynasın qaynatalar, çal, çal, çal. O yoxlan qız oynasın, çal, çal, çal. Bütün məclis oynasın. Hadisələr ötən əsrin 60-cı illərində cərəyan edir.